Aksafa su meliorasiya sistemlərinin istismarı idarəsi rayonun 24842 hektar suvarılan əkin sahəsinin suvarma suyu ilə təminatına xidmət edir. Suvarmada 4 mənbədən istifadə edilir. Bunlar Aksafa çay su anbarı, Həsənsu çayı, Ağgöl su anbarı və köməkçi olaraq 273 ədəd subartezian quyularıdır. Suvarma suyu su istehlakçılarına ümumilikdə 825 km uzunluğunda magistral, təsərrüfatlar arası və təsərrüfat daxili kanallar vasitəsilə çatdırılır. Bu kanalların 546 kilometrdən artığı torpaq məcralı, 270 kilometri beton üzlük çəkilmiş və 8 kilometr qapalı şəbəkədən ibarətdir. Su itkisinin qarşısının alınması istiqamətində Aksafa rayonunda son illər bir sıra işlər görülür. Hazırda rayonda yazlıq dənli bitkilərin suvarılmasına hazırlıq məqsədi ilə bütün işlər yekunlaşıb. Suvarılmanı mütəşəkkil keçirilməsi üçün mütəmadi olaraq kanallarda lildən və kolçosdan təmizləmə işləri aparılıb. Mexanizmlərlə hazırki vaxta kimi 88 kilometr məsafədə kanallar və arxlar lildən və kolçosdan təmizlənib. Aksafa su meliorasiya sistemlərinin istismarı idarəsi 24842 hektar suvarılan sahəyə xidmət göstərir. Əsasən su mənbələri rayonda Aksafa çay su anbarı, Ağgöl su anbarı, Həsən çayı, 273 ədəd subartezian quyuları və yerli əhəmiyyətli qaynamalardır. İdarənin balansında olan kanalların ümumi uzunluğu 825 km təşkil edir. 2026-cı ildə yaz suvarılmasına hazırlıq məqsədi ilə 88 km məsafədə lildən təmizləmə işləri aparılmış, 81 kubmetr lildən lil çıxarılmışdır. 50 ilə dağ kəsəmənin arxında 2 km məsafədə kolçosdan təmizləmə işləri aparılmışdır. Poylar arxının ümumi uzunluğu 19,2 kilometrdir. Beton üzlüyə alınması nəzərdə tutulan kanalların ümumi uzunluğu 14,5 kilometrdir. Bundan 7 kilometri beton üzlüyə alınmışdır. Qıraq kəsəmənin arxının ümumi uzunluğu 10,3 kilometrdir. 2,5 kilometr beton üzlüyə alınmışdır və bu il 2026-cı ildə 1 kilometr məsafənin beton üzlüyə alınması nəzərdə tutulur. Artıq ayın birindən suvarmaya başlamışıq. Çay sularından, artsan sularından istifadə edirik. Suvarmamız da belə növbəli şəkildə aparılır. İlk növbədə deməliyəm ki, şəhid ailələri, qazilərimiz sahələri, pay torpaqları suvarmasını təmin edirik. Sonra da belə ümumi əhalinin suvarmasını təmin edirik. Havaların da yağmur keçməsi belə suvarmanın geçməsinə kömək eləyir. Belə kənd daxili sahələrimizdə, bütün kanallarda deməli təmir işləri başa çatıb. Elə qəzalı yerləri də o cümlədən elə tez bir zamanda təmir eləyirik. Artıq aprel ayının birindən etibarən əkin sahələrinin yaz suvarılmasına başlanılıb. Aysel Sudan İstifadə Birliyinin icraçı direktor Elxan Kazımov bildirib ki, hazırda sahələr subartezian quyuları və Həsənsu çayı vasitəsilə suvarılır. Aprel ayının 11-dən etibarən isə digər su mənbələrindən əsasən də Aksafa çay su anbarından suyun verilməsi nəzərdə tutulub. Qeyd edək ki, ilkin olaraq şəhid ailələrinin və Qarabağ müharibəsi qazilərinin əkin sahələrinin suvarılmasına başlanılıb. İmtiyazlı təbəqələrin əkin sahələrinin suvarılmasından sonra isə digər sakinlərin də sahələrin suvarılması üçün növbəlilik yaradılıb. Elvin Qudrətov, Kamran Əskiparalı, Bugün informasiya proqramı üçün.